Suraxanı rayonu sakinlərindən Səmayə Elsəvərova 2010-cu ildən etibarən Kompoz idarəsində süpürgəçi olaraq çalışır. Gün ərzində yol kənarlarını süpürən Səmayə xanımın aylıq əmək haqqı yalnız 600 manatdır. Bu məbləğ xəstə övladlarının tələblərini ödəməkdə kifayət etmir. Ailəni tək başına idarə edən Səmayə xanım maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Məsələyə daha dərindən yanaşdıqda, Səmayə xanımın dəfələrlə Suraxanı rayon icra hakimiyyətinə müraciət etməsinə baxmayaraq, heç bir yardım almadığı ortaya çıxır. Bu cəmiyyətin ən zərif, lakin eyni zamanda ən zəif təbəqələrinin necə diqqətdən kənarda qaldığını bir daha göstərir. Ben müraciət etmişəm ki, mənə bir balaca ev versinlər ya da sığınacaq versinlər, lakin mənim müraciətlərim cavabsız qalıb. Səmayə xanım cənab prezident İlham Əliyev və vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyərək özünün və ailəsinin acınacaqlı vəziyyətini vurğulayır. Onun bu çağırışı yalnız bir ailənin deyil, eyni zamanda yüzlərlə vətəndaşın səsini əks etdirir. Məmurların haralaması bu cür çağırışlara qarşı laqeydliyi, dövlətin sosial məsuliyyətini unudur. Vətəndaşların ehtiyaclarını görməməsi ilə nəticələnir. Bu cür negativ halların aradan qaldırılması üçün daha cəsarətli, ədalətli və vətənpərvər yanaşmalara ehtiyac var. Səmayə Elsəvərovanın hekayəsi cəmiyyətin zəif təbəqələrinin yaşadığı çətinlikləri bir daha göz önünə sərir. Onun mübarizəsi yalnız bir ailənin deyil, bütün vətəndaşların səsini əks etdirir. Biz məmurların və dövlətin bu cür vəziyyətlərə qarşı daha diqqətli olmasını ümid edirik. Ədalət və humanizm prinsiplərinə əsaslanan bir yanaşma ilə Səmayə xanım kimi vətəndaşların problemlərinin həlli üçün konkret tədbirlər görülməlidir. Aidiyyatı qurumlardan mənə dəstək olsunlar, kömək olsunlar ki, xəstə uşaqlarımı bir yerdə böyüdüm. Onlara bir kömək olun, dəstək olun. Onlar əziyyət çəkirlər çöllərdə, küçələrdə mənlə bərabər. Bunu göz önündə saxlayaraq, ümid edirik ki, məsul şəxslər bu çağırışlara qulaq asaraq sürətli və effektiv həll yolları tapacaqlar. Beləliklə gələcəyimiz daha parlaq olacaq. Bunu da qeyd edim ki, hər bir vətəndaşın cəmiyyətin üzvü olaraq öz hüquqlarını müdafiə etməyə haqqı vardır. Haqq TV 1 Kanal 8 xəbər operatoru müxbir Günel Laçınlı, səsləndirmədə Aygün Qərib qızı Ağcabədi.